Gecə saatlarından başlayaraq paytaxt Bakıda güclü külək müşahidə edilir. Yeni Sabahın xəbərinə görə, eyni vaxtda bölgələrdə də hava şəraiti pisləşib, güclü külək əsir və yağış yağır. Qeyd edək ki, bugündən havanın dəyişəcəyi haqda Milli Hidrometeorologiya Xidmətindən məlumat yaymışdı. Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, güclü şimal-qərb küləyi olacağı proqnozlaşdırılmışdı. Bununla bərabər Azərbaycanın rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə ara bir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə ara bir güclənəcək. Fövqəladə Hallar Nazirliyi vətəndaşları, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi isə sürücüləri ehtiyatlı olmağa çağırıb. Bildirilib ki, yağıntılar bəzi yerlərdə leysan xarakterli intensivdir. Yüksək dağlıq ərazilərdə qar yağır, yağan qarın hündürlüyü Qırızda, Quba 10, Şahdağ və Xınalıqda, Quba 8, Laza, Qusar və Kəlbəcərdə 3 santimetrdir. Düşən yağıntının miqdarı Qusarda 20, Ağstafa, Qubada 19, Yevlaxda 7, Şəki, Qax, Qəbələ, Xızı, Daşkəsəndə 6, Qobustan, Oğuz, Gədəbəy, Ağdam, Xaçmazda 5, Goranboy, Göygöl, Tərtər, Şərurda 4, Sabirabad, Bərdə, Şabran, Şamaxı, İsmayıllı, Sədərəkdə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Balakən, Göyçay, Beyləğan, İmişli, Zaqatala, Naftalan, Culfa, Naxçıvan, Ordubad, Şəmkir, Tovuz, Mingəçevir, Zərdab, Kürdəmir, Biləsuvar, Astara, Gəncə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Füzulidə 2 millimetrədək qeydə alınar. Sumqayıt, Quba, Zərdab, Beyləğan, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvarda duman müşahidə edilir. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraitinin oktyabrın 30-u axşamadək davam edəcəyi, 31-də hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.